Herkese salam. Bugünkü test izahım DİM 6-cı sinif ingilis dilindən səhifə 26-da B variantının izahı olacaq. Bilirik ki, ilk 4 sual dinləmə hissədir və sualları oxuyub tanış oluruq. Daha sonra dinləmə hissəyə qulaq asırıq. Bu zaman testlərimiz daha yaxşı nəticə verəcək. Birinci sualdan başlayıram. Dinləmə nə haqqındaydı? Yəni dinləmədə mövzu əsas hissə nə idi? Delicious Italian food, yəni dadlı İtalyan yeməyindən söhbət gedirdi. Bir də cavab olacaq C variantı. 2-dən davam edirəm. Pasta is. Pasta xamur məhsulları deməkdir. Pasta tort demək deyil. Çox uşaq çaşır. Deyir, pasta tort deməkdir. Yanlışdır. Tort ingilisində cake deyirlər. Birthday cake. Ad günü tortu. Pasta sözü xamur məhsullarıdır. Pasta is made from wheat and water. Pasta düzəldilir, deməli un, yəni toxum, buğda və sudan. Also a healthy food, həmçinin sağlıqlı bir yeyəcəkdir. Bəli, 1 və 4 düzgün cavab olacaq. 3-cüdən davam edirəm. When is it a good time for eat pasta? Pasta yemək üçün yaxşı vaxt nə vaxtdır? Cavabı seçmişəm 1 və 3. Birincidə seçmişəm uzun məktəb günündən sonra. Üçüncüdə isə seçmişəm həftə sonlarında ailə ilə birlikdə yığışanda. Deməli cavab olacaq 1 və 3. Dinləmədə belə dediyinə görə. 4-cüdən davam edirəm. Doğrulara true, yanlışlara isə false seçməliyik. People enjoy pasta all around the world. Dünya ətrafındakı insanlar xamur məhsulları yeməkdən ləzzət alırlar. Bəli, düzdür. 4-1 oldu A. 4-2. Deməli, deyir pastaya tərəvəzləri əlavə etmək yaxşı deyil. Əksinə, deməli, xamur məhsulları hazırlayanda içərisinə tərəvəzli soslar eləyirlər. Tərəvəzlər nədir? Məsələn, soğan, məsələn, biber və s. Bunlardan soslar hazırlayırlar və xamur məhsullarının üzərinə bunu yeyirlər. Necə ki, biz xəngəlin üzərinə soğança, məsələn, aşın üstünə aş qarası, məsələn, alça qurusu falan istifadə ediriksə, onlar da xamur məhsullarının üzərinə bu tipli şeylər istifadə edirlər və mətndə deyir ki, yaxşıdır tərəvəzlər əlavə etmək. 4-2-də isə deyir ki, yaxşı deyil. Ona görə 4-2-ni biz false seçirik, yəni B. 4-3. Pasta is nutritious and comfort food, düzdür. 4-3 olacaq A. 4-4. Pasta is served at school after lessons. Aha. 4-4-də deyir ki, pasta, yəni xamur məhsulları məktəbdə dərslərdən sonra servis edilir. Yanlışdır. Məktəblərdə servis edilmir. Ona görə cavablar belə olacaq. 1C, 2A, 3A, 4-1A, 4-2B, 4-3A, 4-4B. 5-ci testdən davam edirəm. Bu hissələrdə oxuyub tərcümə edirik və cavabları tapırıq. 5-cidən davam edirəm. Dear London Language School students. Əziz London Dil Universiteti tələbələri, dil məktəbi tələbələri. Please complete the personal profile. Zəhmət olmasa şəxsi profilinizi tamamlayın. First, please give us personal information and then write a short photograph about yourself. Zəhmət olmasa bizə özünüz haqqında şəxsi məlumatlarınızı verin. Əvvəlcə birinci olaraq, daha sonra isə qısa paraqraf yazın özünüz haqqında. Thank you, təşəkkürlər, Kate Jones. Bunu deyən də Kate Jones'dur. Deməli, cavab nə olacaq? 5-də cavab olacaq D variantı. Məktəbin tələbələr haqqında olan məlumata ehtiyacı var. Ona görə 5-də cavab olacaq D. 6-dan davam edirəm. Dear Jill, əziz Jill. We are in Kenya on a 5-day safari trip. Biz Kenyadayıq 5 günlük səfəri üçün. We are having a fantastic time. Biz fantastik vaxt keçiririk burada. We are camping next to Mara River. Biz kamp edirik Mara çayının yaxınlığında. It is the most beautiful place in the world. Bu dünyadakı ən gözəl məkandır. There are lions, elephants and other animals in the national park. Vardır şirlər, fillər və başqa heyvanlar milli parkda. Tomorrow we are going to on a boat trip. Sabah biz qayıq səfərinə çıxacağıq. See you next week. Gələn həftə görüşənədək. Love you. Love from Andy. Andy'dən sevgilərlə. Deməli, bunları yazan Andy'dir. Andy Jill'ə deyir öz fantastik, yəni mükəmməl əla səfəri haqqında. 6-da cavab olacaq Y variantı. 7-dən davam edirəm. Hi grandma, salam nənə. We have a good time in the countryside. Biz yaxşı vaxt keçiririk kənddə. Yəni şəhər ətrafı yerdə. Dad drives us to a farm near a lake. Atam sürür bizi
deməli fermaya, hansı ki gölün yaxınlığındadır. Yəni gölün yaxınlığındakı fermaya sürür. We see many cows and sheep in the field. Biz görürük çoxlu inəklər və qoyunlar bu sahədə. We buy milk for breakfast. Biz səhər yeməyi üçün süd alırıq. It is delicious. O dadlıdır. We have a good time here. Biz burada yaxşı vaxt keçiririk. Love Danny. Sevgilərlə Danny. Deməli Danny dincəlir şəhər ətrafında, yəni kənddə with his parents, öz valideynləri ilə. Yetidə cavab olacaq B variantı. Daha sonra mətindir. Mətni oxuyub tərcümə edirik və cavabları tapırıq. Mətndə də İtalyan yeməklərindən, pastadan, xamur yeməklərindən, pizzadan və s. bu haqqında danışır. Baxaq, mən nə seçmişəm, birlikdə oxuyaq, tərcümə edək. 8-i bizdən yanlışları istəyir. 8-ə cavab olacaq B variantı. Pizza is not popular among the people. Pizza insanlar arasında məşhur deyil. Təbii ki, bu fikir yanlışdır. Çünki pizza dünyanın hər yerində məşhur bir yeyəcəkdir. Ona görə 8-ə cavab olacaq B variantı. 9-dan davam edirəm. Mətn nə haqqındaydı? Mətn yemək haqqındaydı. Hansı ki, dünya ətrafındakı bütün insanlar bu yeməyi sevirlər. Yəni pizza haqqındaydı mətn. Ona görə 9-a cavab olacaq A. 10-cuya baxaq. How can people eat pizza? İnsanlar pizzanı necə yeyirlər? Baxın, demirlər nə ilə yeyir, demir nə vaxt yeyir. How sözü necə deməkdir? İnsanlar pizzanı necə yeyir? They can eat by cutting into pieces. Onu hissələrə bölürlər və o şəkildə yeyirlər. Bilirik də pizzanı dilimləyirik və o şəkildə yeyirik. Onda cavab oldu D. 11-ə baxıram. Pizza is a food. Pizza bir yeməkdir. Cavabları oxuyuram. A variantı. Hansı ki insanları birləşdirir, yəni bir araya gətirir. B variantı. Pizza o yeməkdir, hansı ki sən ora göbələk əlavə edə bilmərsən. Səhvdir. Əksinə pizzada göbələk olur. Ona görə 11-də B-ni seçmirik. C variantına baxıram. Pizza o yeməkdir, hansı ki az adam onu xoşlayır. Səhvdir. Əksinə çox adam xoşlayır. D variantına deyir ki çox pis dadır. Səhvdir. Y variantında deyir ki onu düzəltmək çətindir. Bu da səhvdir. Çünki elə də çətin deyil. Ona görə 11-də cavab olacaq A variantı. 12-yə baxıram. Doğru bəyanatları seçirik. It is fun to make pizza at home. Evdə pizza düzəltmək əyləncəlidir. Bəli. You can have pizza when you watch movies. Sən pizza yeyə bilərsən, nə vaxt ki sən kinoya baxırsan. Bəli, düzdür. 1 və 3 doğru cavab olacaq. 2 və 4 yanlışdır. Nəyə görə yanlışdır? Çünki ikincidə deyir ki, pizza dadlıdır, amma rahat deyil. Səhvdir. Dördüncüdə də deyir ki, pizzaya zeytun əlavə etmək yaxşı deyil. Əksinə pizzada zeytun olur. Ona görə 2 və 4-ü seçmirik. 1 və 3 doğru cavab olacaq. 13-cü testdən davam edirəm. My friend and I play football in the. Mənim dostlarım və mən oynayırıq futbolu. Harda oynayırıq? B variantı classroom, sinif otağı. C variantı pool, hovuz. D variantı museum, muzey. Y variantı street, küçə. My friend and I play football in the. Deməli, playground ola bilər, street ola bilər. Bəs hansı cavabı seçməliyik? Əslində şagirdlərim mənə deyəcəklər ki, bilirəm bu test izahına baxandan sonra ki, müəllim, axı biz futbolu küçədə də oynaya bilirik. Niyə görə A variantını seçmisiniz? Ona görə A variantını seçmişəm ki, futbol oynamaq üçün, yəni futbolu qanuni şəkildə oynamaq üçün bizə futbol meydançası lazımdır ki, məsəl üçün yıxılanda təhlükəsizliyimiz üçün olsun, ayağımız qırılmasın. Yəni futbol meydançasında görürsünüz belə yaşıl, adı bilmirəm Azərbaycan dilində nədir, yaşıl surface olur ki, belə ot kimi, o yəni yıxılanda incitmir insanı və ortada xət olur ki, hər tərəf eyni məsafədə olsun qapıdan və qapıda setka falan olur qol keçirmək üçün, amma küçədə bu şərait olmur. Yəni futbol meydançasında oynanılan bir oyun olduğu üçün biz 13-də cavabı A variantı seçirik. Amma məsələn burada belə bir şey olsaydı ki, məsəl üçün balaca uşaqlar parkda futbol oynaya bilərlər, bəli. Məsələn, az yaşlı uşaqlar gəlib futbol meydançasında futbol oynayası deyil ki, lap balaca uşaqlardan söhbət gedir də 3-4 yaşında uşaqlar. Ona görə amma ən məntiqli cavab 13-də olacaq A variantı. 14-cü testdən davam edirəm. Bu tipli testi biz 5-ci sinif testlərində də işləmişik. Burada indiyənə qədər işlətdiyim test hesablarında da var idi. Can modal feildir. Özündən sonra to gəlmir. Ona görə A variantını, B variantını silirəm. Cümlədə but var. But amma ancaq deməkdir. Hər test deyirəm. Artıq bu tipli testləri səhv edirsinizsə, deməli siz mənim video izahlarıma baxmırsınız
ki bu testi, çünki hədimin 5-ci sinif bütün testlərində var idi. 6-cı sinifin də kifayət qədər testin içində var idi. Bir cümlədə but varsa, bir tərəf təsdiq, bir tərəf inkar olur. Maria və Fred voleybol oynaya bilmirlər, amma onlar sürətli qaça bilirlər. 14-də cavab olacaq D variantı. Nəyə görə C variantı olmur, izah edirəm. C variantına deyir ki, Maria və Fred futbol oynaya bilirlər, amma onlar sürətli qaça bilirlər. Heç elə şey demək olar. Baxın, təsəvvürə gətirin, deyirsiniz ki, Sara ingilis dili müəlliməsidir, amma o ingilis dilini yaxşı bilir. Məntiqli deyil axı. Sara ingilis dili müəlliməsidirsə, zaten ingilis dilini bilməyi normaldır. Bir də var deyirəm ki, Sara ingilis dili müəlliməsi deyil, amma o ingilis dilini yaxşı bilir. Görürsünüz, yəni bir cümlədə but varsa, bir tərəf təsdiq, bir tərəf inkar olmalıdır. Elə variantda bir dənə 14-də D-dir. 15-ə baxıram. Biz tələbələrik və yaxud da ki, onlar tələbələrdilər. Yəni şi deyə bilmərik, çünki R var 15-də. Yəni D variantını silirik. Sonra da deyir ki, onun müəlliminin adı Richarddır. Yəni bir nəfərin müəllimindən söhbət gedir. Ona görə Y variantını seçə bilmərik. Çünki Y-də deyir onların müəlliminin adı. Ya da yox, Y variantında o tərəfdə ola bilər. Gəlin variantlardan işləməyə bacaraq. 15-də birinci baxaq A-ya. Biz tələbələrik və bizim müəllimimizin adı Richarddır. Bəli, 15 düz gəlir. Biz tələbələrik və bizim müəllimimizin adı Richarddır. B variantına baxıram. Onlar tələbələrdirlər və onun müəlliminin adı Richarddır. Bu məntiqsizdir. Onlar müəllimələrdirsə belə yazmalıydı. They, o bir tərəfi Zeyr. Onlar tələbələrdirlər və onların müəlliminin adı Richarddır. Yəni B variantı Zeyr olmalıydı. C variantında you, o tərəfi your olmalıydı. D variantında Richard oğlan adıdır deyə ümumiyyətlə düzgün deyil. Y variantında da Zeyr olmalıydı. Ya da we our olmalıydı. Y variantında da. Ona görə burada düzgün cavab 15-də olacaq A. 16-ya baxıram. Deməli, cümlə qurmalıyıq. Cümlə qurmağı mən öyrətmişdim ki, əgər təsdiq cümlədirsə, adətən cümlə quruluşu belə olur. Mübtəda, xəbər, tamamlıq və digər cümlə üzvləri. Amma mən bu cümləyə baxan kimi burada how sözü görürəm. How bilirik ki, necə deməkdir və sual əvəzliyinə aiddir. Deməli, sual cümləsidirsə, cümlə elə how-dan başlamalıdır. How do you spell your surname? Sən soyadını necə hərfləyirsən? Yəni, soyadını deyir mənə hərflə. Məsələn, mən deyirəm ki, mənim soyadım Qocayevadır. Deyirsiniz hərflə. Mən də deyirəm G-O-C-A-Y-E-V-A. O. Spell sözü odur, hərfləmək. How do you spell your surname? 16-da cavab olacaq B variantı. 17-yə baxıram. Cümlədə usual var. Usual görürəmsə, bilməliyəm ki, indiki sadə zamandır. Mənim mamam adətən aparır məni parka bazar günlər. Mənim mamam üçüncü şəxsdir, yəni she-dir. She-də də feilə s artırırıq. My mother usually takes me to the park on Sundays. 18-ə baxıram. Vardır park evimizin qarşısında ola bilər, yaxınlığında ola bilər. Evin içində park olmur, evin üstündə park olmur. Evin arasında park olmur. Evlərin arasında park ola bilər. A variantı olacaq 18-də evimizin qarşısında park var. B variantını deyir evin arasında park var. Between iki dənə nəyinsə arasıdır. Burada isə bir evdən söhbət gedir. Ona görə B olmaz. Onun üstündə də olmaz. Evin üstündə park olmur. Evin içində park olmur. Of da ının deməkdir. Park of our house bizim evimizin parkı. Y variantını qoyanda elə tərcümə olunur. Ona görə 18-ə cavab oldu A variantı. 19-dan davam edirəm. We need a knife. Knife sözü bıçaq. Mən ibtidai siniflərimə yazdırmışdım. Boşqab, bıçaq, qaşıq, çəngəl hamısını yazdırmışam. Knife sözü bıçaq. Bizim ehtiyacımız var bıçağa. Nə üçün? Nə isə kəsmək üçün. B variantı to cut fruits. Meyvələri kəsmək üçün. Bəli, 1B. 2. We need a fork. Fork sözü nə olacaq? Çəngəl. Bizim ehtiyacımız var çəngələ. Çəngələ nə üçün ehtiyacımız var? Yemək yemək üçün. To eat meals. C. 3-ə baxıram. We need a plate. Bizim boşqaba ehtiyacımız var. To serve food. Yeməyi servis eləmək üçün. 1B, 2C, 3A. 19-da cavab olacaq Y. 20-ci testə baxıram. Düzgün cümləni seçək. Deməli, what do write students? Yox, what do students write olmalıdır. Aha. Deyir, uşaqlar dərsdə nə yazırlar? Söhbət kimdən gedir? Uşaqlardan. Uşaqlardan sual verəndə dudan sual veririk, yoxsa dazdan?
Do-dan sual veririk. Nəyə görə? Write sözü yazmaqdır, feildir. Və biz bilirik ki, feilə sual verərkən do-dan, does-dan sual veririk. Burada da tələbələrdən söhbət gedir deyə do-dan sual veririk. What do students write at the lesson? Uşaqlar dərsdə nə yazırlar? 20-də cavab oldu, D variantı. 21-ci testdən davam edirəm. Behind arxasında, between arasında, in front of qarşısında. Between 2 dənə nəyin arasıdır? Among çoxlu nəyinsə arasıdır. Birə baxıram, behind arxasında. At the back of something or someone. Kiminsə və nəyinsə arxasında olmaq. 1B. 2. Between arasında. To be in two things or people. 2 nəyinsə və yaxud da ki 2 adamın arasında olmaq. 2 oldu A. 3'e baxıram, in front of qarşısında. At the front of something nəyinsə qarşısında olmaq. 1B, 2A, 3C, 21'də cavab olacaq. Cavab C. 22-ci testdən davam edirəm. Our teacher takes us to the museum. Bizim müəllimimiz aparır bizi muzeyə. Now sözü indi deməkdir. Əgər B variantını qoysaq, cümlə davam edici zamanda olmalıydı. Məsəl üçün, valideynlərin biri mənə zəng edir ki, müəllimə, hara gedirsiz? Mən də zəng edirəm ki, mən uşaqları muzeyə aparıram. Now sözü indi deməkdir. Bir cümlədə now varsa, at the moment, right now sözü varsa cümlə davam edici zamanda olmalıdır. Amma görürsünüz bu cümlə davam edici zamanda deyil. Ona görə B variantı olmaz. C, D və Y variantları isə mübtəda xəbər arasında işlənir. Məsələn, belə olmalıydı. Our teacher often takes us. Our teacher always takes us. Ya da our teacher usually takes us. Çünki indiki sadə zaman dərsində öyrəndik ki, often, always, usually mübtəda xəbər arasında olur. Amma cümlənin sonunda gətiriblər. Ona görə C, D, Y variantları olmaz. 22-də cavab olur A variantı. Bizim müəlliməmiz aparır bizi muzeyə once a month, ayda bir dəfə. 22-də cavab olacaq A variantı. 23-cü testdən davam edirəm. It is good, yaxşıdır, nöqtələr, with my friends at class. Dostlarımla nəsə etmək dərsdə. A variantında yemək yemək, C variantında səsli oyunlar oynamaq, D variantı dalaşmaq, Y variantı heyvanları təpikləmək. Dərsdə nə etmək yaxşı ola bilər? Dərs oxumaq, dərs etmək. To do lessons. Ona görə 23-də düzgün cavab olacaq B variantı. 24-də baxıram, antonim cütlərini seçək. 1. Happy, xoşbəxt, sad, qəmgin. Bəli, antonimdir. 2. Delicious, dadlı, tasty, dadlı. 2 sinonimdir, antonim deyil. 3. Wide, geniş, narrow, dar. Bəli, wide, geniş, narrow, dar. Antonimdir. 3. Begin, başlamaq, start, başlamaq. Sinonimdir. 5. False, yanlış, true, doğru, antonimdir. Bizdən də antonimləri istəyir. 1, 3, 5 cavab olacaq Y variantı. Əgər bu sözlərin hansınısa bilmirsinizsə, mütləq şəkildə lüğət dəftərinizə yazın və öyrənin. Deməli, burada fərqli söz 3. Wide, geniş, narrow, dar. Qalan bütün sözlər məktəb dərsliyində 5-ci və 6-cı siniflərdə keçilib. 25'e baxıram, sinonim cütlərini seçək. 1. Bike, velosiped, bicycle, velosiped. Bəli, ikisi də velosiped deməkdir. 2. Cold, soyuq, hot, isti. 2 antonimdir. 3. Film, kino, movie, kino. Bəli, sinonimdir. 4. City, şəhər, village, kənd, antonimdir. 5. Friend, dost, pal, dost. Bizə sinonim istəyir. 1, 3 və 5. 25'də cavab olacaq 1, 3, 5. 26-cı testdə şəkil verilib. Şəkildə uşağın ad günüdür. Ad gününü qeyd edir atası və anası ilə bir yerdə. Mən bu şəkildə yazmışam. Siz necə istəyirsiniz o şəkildə yaza bilərsiniz. Əsas diqqət eləməli olduğumuz nüans odur ki, qrammatik səhvləri etməyək, hərf səhvləri etməyək ki, biz müsiflərdən tam bal ala bilək. Başlayıram. This is Laura. Bu Lauradır. Today is her birthday. Bugün onun ad günüdür. She looks very happy because her mother Rebecca makes her favorite cake for her birthday. O çox xoşbəxt görünür çünki onun maması Rebecca ad günü üçün
onun sevimli tortunu hazırlayır. Today she is 5 years old. Bugün o 5 yaşındadır. Her father puts 4 candles on the cake. Onun atası şamın üstünə 4 dənə şam qoydu. She blew the candle out. O şamı üfürdü. Blew out sözü üfürmək. İndi mən burada təsadüfən 5-4 yazmışam, amma maraqlı olardı ki, şəkildə 4 şam qoyubsa, uşağın yaşını da 5 yox, siz 4 yazın lap. Mən 5 yazmışam, siz 4 yazın. Onun atası tortun üstünə 4 şam qoydu. Deməli, şamı üfürdü. They cut and eat the cake together. Onlar birlikdə tortu kəsdilər və yedilər. It is very delicious. O çox dadlıdır. Laura thanks to them. Laura onlara təşəkkür edir. 26-da mətni bu şəkildə. Mətn haqqında çox qısaca bir məlumat da verim. Mətni tərtib edirsinizsə, əgər cümləni indiki zamanda başlayırsınızsa, bütün cümlələri indiki zamanda davam edin. Yox, cümləni keçmiş zamanda ifadə edərək başlayırsınızsa, məsəl üçün, əgər deyirsinizsə ki, keçən həftə Lauranın ad günü idi, onun atası və anası ona tort bişirmişdi. Əgər cümləni keçmiş zamanda başlayırsınızsa, bütün şeyləri keçmiş zamanda yazmalısınız. Bütün cümlələri və qrammatik qaydalarda siz keçmiş zamandan istifadə etməlisiniz. Buna da diqqət edin. Yəni cümləni indiki zamandan başlayırsınızsa, indiki zamandan davam edin hamısını. Keçmiş zamandan başlayırsınızsa, keçmiş zamandan davam edin. Mən bu cür tövsiyə edirəm mətnlərinizi tərtib etməyə. Mənə güvənə bilərsiniz və əmin ola bilərsiniz ki, mən dediyim üsullardan istifadə etsəz, imtahan nəticəniz əmin olun ki, yüksək olacaq. Bugünkü test izahım buydu. 6-cı sinif din ingilis dili testi idi. Səhifə 26, 27, 28, 29, 30-un izahını verdim. Videolarım sizin üçün faydalıdırsa, zəhmətimin qarşılığı olaraq kanalıma abunə olmağı, like atmağı və başqalarıyla bölüşməyi unutmayın. Sağ olun, hələlik.